Son günlər bir daha əmin olduq ki, bir zamanlar imkanlarının və sözünün qarşısında dağ belə dura bilməyən məmurlar bir anın içində xar ola bilir. TV11 reallıqdan önə çıxaraq bir vaxtlar ölkənin ən ali rütbələrinə, vəzifələrinə qədər yüksəlmiş, bugün dustaq həyat yaşayan şəxsləri xatırlayır. Bu sayımızda Sosial Müdafiə Fondunun Sosial Müdafiə Nazirliyinin rəhbəri olmuş, sonda dövlətə 27 milyon manat ziyan vuran Səlim Müslümovdan danışırıq. Müslümov Səlim Yanvaroğlu 1 noyabr 1961-ci ildə Ağsunun Pirəsənli kəndində doğulub. O, Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun Uçot İqtisad Fakültəsini bitirib. Sonradan Moskva Dövlət Universitetində aspirantura təhsili də alıb. Sabiq nazir 1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim və dekan müavini vəzifələrində çalışıb. O, 1992-ci ilin yanvarından 95-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi, ezamiyyətdə və doktoranturada olub. Səlim Müslümov 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışıb. 2000-ci ilin martından isə Dövlət Gömrük Komitəsinin sədr müavini təyin olunub. Həmin ilin 17 dekabrında isə Dövlət Sosial Müdafiə Fondunun sədri vəzifəsinə təyinat alıb. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları doktorluq dissertasiyası müdafiə edərək iqtisad elmləri doktoru, yəni alimlik dərəcəsi alıb. O, iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak edib. 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir Səlim Müslümov. Müslümova 2002-ci ildə Gömrük Generalı Mayoru xüsusi rütbəsi verilib. 22 oktyabr 2013-cü ildə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri vəzifəsinə təyin edilib. Yəni Azərbaycanda ən yüksək postlardan hesab olunan nazir postuna qədər qalxıb. Sabiq nazir 2021-ci ilin fevralında korrupsiya faktlarına görə həbs olunub. Həbsin detallarına keçmədən əvvəl onu da qeyd edək ki, bu Səlim Müslümovun ilk həbsi deyil. Onun adı Maliyyə qalmaqalında ilk dəfə 1995-ci ildə hallanıb. O zaman Azərbaycan Əmanət Bankının Səbail filialının rəhbəri Bəşər Hacıyev, Maliyyə Nazirliyinin idarə rəisi Səlim Müslümov və Səbail rayon icra hakimiyyəti başçısının birinci müavini Hüseyin Hüseynov 50 milyon dolları mənimsəməkdə ittiham olunublar. Qeyd edək ki, həmin vaxt ölkədə bir çox şəxslər axtarışda olub məhz bu işlə bağlı. Belə ki, bununla bağlı yayılan məlumatlarda bildirilirdi ki, Səlim Müslümov Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışarkən Azərbaycan Əmanət Bankından, yəni indiki Kapital Bankdan milyonlarla vəsaitin yoxa çıxması ilə əlaqədar məsuliyyətə cəlb olunub. Həmin dönəmdə saxlanılan Müslümov 6 aydan sonra azadlığa buraxılıb. Bir daha qeyd edək ki, bu proses 1995-ci ildə yaşanıb. Mətbuatda gedən yazılara görə Səlim Müslümov silah mağazası da açıb. Səlim Müslümov həbsə düşdükdən sonra onun atası Yanvar Müslümov onun barəsində maraqlı bir söz demişdi və bu sözdə mətbuatda yetərincə hallandı. Sitat: Səlimə ancaq və ancaq can sağlığı arzulayıram. İndiki zamanda bundan mühüm, bundan ali heç nə yoxdur. İnanın ki, heç azadlıq da arzulamıram. Bircə canı sağ olsun, bu dünyanı bürüyən koronavirus ondan uzaq olsun. Başqa heç nə istəmirəm. Səlim Müslümov ailəlidir, 3 övladı var. Rus və ingilis dillərində sərbəst danışır. İndi isə gələk onun son həbsinin detallarına. 2021-ci ilin fevralında keçmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov vəzifə səlahiyyətlərini aşma,
və külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq həbs olunur. 2022-ci ilin mayında isə o ev dustaqlığına buraxılır. 2024-cü ilin yanvarında oxunan hökmlə Səlim Müslümov 11 il azadlıqdan məhrum edilir. Təyin edilmiş cəza 5 il sınaq müddəti seçilməklə şərti hesab olunur. Yəni Səlim Müslümov ev dustaqlığına buraxılır. Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə az əvvəl qeyd etdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həbs olunmuşdu. Ona qarşı Cinayət Məcəlləsinin 179.4 xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə, 308.2 ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, 311.3.2 və 311.3.3 təkrar külli miqdarda rüşvət alma maddələrindən ittiham irəli sürülüb. Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra ev dustaqlığına buraxılıb və Səlim Müslümovun işi üzrə dövlətə dəymiş 27 milyon manat ziyanın 20 milyonluq hissəsini ödəyib. İsraf etmə epizodundan bağlı isə ayrıca cinayət işi başlanılıb. Bir maraqlı məqamda qeyd edim ki, bu tip cinayətlərdə hətta bundan bir neçə dəfə aşağı səviyyəli korrupsiya işlərində Sovet dövründə bu kimi cinayətlərə ölüm cəzası verilirdi. Nə gözəl ki, müstəqil Azərbaycanda ölüm cəzası yoxdur. Amma bu o demək deyil ki, dövlət mülkünü, dövlət fondunu belə bu məbləğdə talamaq olar, ümumiyyətlə talamaq olar. Və bir daha qeyd edək ki, son günlər baş verən proseslər yəqin ki, digər məmurlara, ən azından yeni kadrlara, bugün vəzifəyə təyin olunan kadrlara bir dərs olar. Çünki bu vaxta qədər sanki Azərbaycanda dövlət pulu Sovet dövründən qalma bir fikirlə, bir tərbiyə ilə dövlət pulu dövlətin olanın sanki oğurlamaq olar, talayıb çapmaq olar kimi bir fikir formalaşmışdı. Bu da bugün həmin şəxslərin bir-bir burnundan gəlir. Və bu burundan gəlmə prosesi bizdə vətəndaş olaraq təbii ki, bizə həzz vermir. Heç kim istəməz ki, bir insan türmədə olsun, heç kim istəməz ki, bir insan həbsxanada olsun. Lakin bu, əgər vəzifəli şəxssə, hətta nazir, aparat rəhbəri, administrasiya rəhbəridirsə demək, bu kimi hallara xüsusən də dövlətlə bağlı məsələlərdə xüsusi diqqətli olmalıdır. O sənin ailənlə bağlı, övladlarla bağlı məqam deyil ki, deyəsən ki, bu mənim şəxsi işimdir. Əgər sən vəzifədəsənsə, bu vəzifədə iynə üstündə durmuş kimi diqqətli durmalısan, işlədiyin son günə qədər dövlətə, millətə xeyirli olmağa çalışmalısan və sədaqətli olmalısan. Salamat qalın.